Rəhman və Rəhim olan Allahın adı ilə hər birinizi xoş gördük, əziz tamaşaçılarımız. Bugün biz yenə sizi Şərur Məscidindən salamlayırıq. İlahiyyatçilərimizlə bərabər istədik ki, verilişimizdə İslamda əfv və mərhəmətlə bağlı söhbət aparaq. İslam əsaslarının təməli olan müqəddəs Qurani Kərim onun rəhmət, şəfqət, məhəbbət və mərhəmət din olduğunu göstərir. Qurani Kərimin 114 surəsindən 113-ü İslamın rəhmət və məhəbbət din olduğunu göstərən Bismillahirrahmanirrahim ifadəsi ilə başlayır. Əziz tamaşaçılarımız, elə biz də Bismillahirrahmanirrahim deyib verişimizə başlayaq və söhbətimizi ilahiyyatçilərimizlə davam edək. Elə isə mən sizə ilahiyyatçilərimizi təqdim edirəm. Naxçıvan şəhər Cami məscidinin imamı Hacı Nəbil Salahov, Cəhri qəsəbi Heydarxanlı məscidinin imamı Hacı Faiq Fərəcov. Verişimizə xoş gəlmisiniz. Bugün hər birimiz üçün lazım olan, həyatımız üçün, bu günümüz üçün, axirətimiz üçün əfv və mərhəmət mövzusuna dedik bir aydınlıq gətirək. Çünki biz bir-birlərimizi bağışlamalıyıq və insanlara mərhəmət, şəfqət, məhəbbət, sevgi göstərməliyik ki, Allah Taala həm bizi bu dünyada, həm də o dünyada şəfaətimizi versin. Elə isə belə bir sualla sizə müraciət etmək istəyərdim. İslamda mərhəmət yalnız insanlara aiddir, yoxsa məxluqata şamil olunur? Başlayıram Allahın adı ilə. Aybəniz xanım, daimi bizim din və cəmiyyət verilişinin izləyicilərini mən salamlayıram. Onlara xoş günlər, ruzi, bərəkət və gözəl həyat arzu edirəm. Siz buyurduğunuz kimi Rəhman sözü Quranda Bismillahirrahmanirrahim, yəni Allah Taala yaratdığına rəhm edəndir. Bu dünyada hər bir kəsin ruzisini verən, yaşadan, ona rəhm edəndir. Baxmayaraq insanlar günah işlər görməkdədir, amma ona baxmayaraq bu dünyada insanlara yaradıbsa, onlara rəhm edər. Və axirətdə yalnız yaxşı insanları, təqvalı insanlara rəhm edəcək. Quranda Allah Taala Ənbiya surəsinin 107-ci ayəsində Allah Taala buyurur: Bismillahirrahmanirrahim və mə ərsəlnəkə illə rəhmətən lil aləmin. Yəni ki, biz səni aləmlərə, məxluqata rəhmət olaraq göndərdik. Sən yəni onlara doğru yolu, düzgün yolu onlara və sənə göndərdiyimiz səmavi kitabların ayələrini onlara çatdırmaqla onları zülmətdən nura çıxarmaq üçün səni rəhmət olaraq insanların arasına göndərdi. Və Peyğəmbərimizdən də hədisdə var ki, buyurub, deyir, bir insan başqalarına rəhm etməsə ona rəhm olunmaz. Və digər hədisdə Peyğəmbərimiz buyurur ki, siz yerdə olan insanlara rəhm edin, yerdə olan Allah Taala yaratdığı məxluqata rəhm edin və göydə olan göydəkilər də sizlərə rəhm eləsin. Və Peyğəmbərimiz digər bir hədisdə buyurur ki, əgər bir insan insanlara rəhm etməzsə, mərhəmət etməzsə, ona da Allah Taala mərhəmət etməz. Çünki yalnız insanlara yox, Allah Taala yaratdığı məxluqata. Çünki ayədə Allah Taala buyurur, rəhmətən lil aləmin. Bütün aləmə. Aləm odur ki, hər bir canlının bir aləmi var, bir yaşayışı var, bir dünyası var. Onun da şuurlu insanlar var, şuurlu olmayan məxluqatlar var və bunlar amma cəmiyyətdə bir yerdə yaşanılır və onların hər birinə insan dəyər verməlidir, insan onların mərhəmətli olmalıdır. Və bəzən biz canlılar götürəndə heyvanat digər şeylərə, çünki Peyğəmbərimizdən hədisdə var ki, buyurur ki, bir deyir qadın bir canlıya, bir pişiyə su vermədən onu ac buraxaraq onun ölümünə səbəb olmuşdu və o əzab içində, o əzaba düçar olmuşdu. Amma bir qadın isə bir canlına susuz, isti havada bir su verməklə onun həyatda yaşamağına səbəb olmuşdu. O Allahın rəhmətinə və onun Allah Taala günahlarını bağışladı. Peyğəmbərimiz buyurub ki, insan gərək rəhimli olsun, yanında yoldaşlarına, insanlara dəyər versin, diqqət eləsin. Çünki Peyğəmbərimiz Taifdə İslam dinini insanlara çatdıranda, Taifə gedəndə orada ona qarşı çıxdılar və onun daşa basdılar. Hətta o qədər daş atdılar ki, onun ayaqları yaraladılar və qan axırdı. Amma buna baxmayaraq Peyğəmbərimiz heç vaxt onlar üçün bəddualar, pisliklər etmirdi və onları düz yola hidayət olması üçün Allahdan istəyib onları düz yola hidayət edir. Amma Allah Taala'nın izni ilə Allahın mələkələri ona indi və dedi ki, istəyirsənsə bu insanları məhv edək. Yəni, bunlar sənə zülm edir, əziyyət verir. Amma Peyğəmbərimiz dedi ki, bunların nəslindən, gələcək nəslindən, yəni ki, o dövrdə elə idi ki, Peyğəmbərimizi görərəkdən,
onun ayələr gətirib insana çatdırsalar da belə cahil insanlar ona qarşı çıxırdı və onu daşa basırdı və yalanlayırdı. Amma indiki dövrümüzdə şükürlər olsun Allaha ki, insanlar onun adını eşidərək, oxuyaraq ibadət itaat edir və ehtiram edir. Yəni bu dövrdə olan insanlarla, o cahiliyyət dövründə olan insanların fərqi budur. Amma Peyğəmbərimiz də Allahın mələkələri dedi ki, istəyirsən bu insanlar ki, sənə zülm edir, əziyyət verir, ayağı ki, daşla vurublar, qan axır, bunların hamısını məhv edək. Amma Peyğəmbərimiz o rəhmət ki, üçün göndərilib, aləmlərə rəhmət üçün göndəriliyinə görə dedi ki, İstəmirəm, ona görə mənə nə qədər əziyyət versələr də, zülm etsələr də belə. Amma bunların gələcəkdən nəsillərindən elə insanlar olacaq ki, Allaha ibadət itaat edən insanlar olacaq. İstəmirəm ki, onların nəsilləri tükənsin, sona yetsin. Yəni, hər zaman Peyğəmbərimiz insanları yaxşı əmələ, rəhmətə və başqalarına kömək etməyə ehtiyacı olanlara dəstək olmağa hər zaman işinin mənasının, o məqsədi bu idi ki, insanlara daima dəstək olsun, yardım etsin və rəhm etsin. Və bu da gözəl əxlaqlardan biridir. Rəhman və rəhim olan Allahın adı ilə mən də öz növbəmdə bütün tamaşaçılarımızı, sizləri Aybəniz xanım və çəkiş heyətin salamlayıram. Allahın salamı, rəhməti, bərəkəti sizlərlə olsun. Allah Teala Ənam surəsinin 103-cü ayəsində buyurur ki, heç bir göz Allahı dərk edə bilməz. Heç bir göz Allahı görə bilməz. Əksinə Allah bütün gözləri görür. Çünki Allah lətif və hər şeydən xəbərdardır. Bu ayədən bəlli olur ki, Allahı gözlə görmək, onun zatının mahiyyətini anlamaq qeyri-mümkündür. Çünki Allah maddi varlıq deyil. Qurani Kərimin əvvəlində gələn Rəhman və Rəhim adları Allahın həm də iki sifətidir. Və bu iki sözün kökü mərhəmət sözüdür. Allah bununla bizim nəzərimizə çatdırır ki, Allah bu dünyada yaratdıqların hamısının rəhmanıdır. Hər kəsə, istər onu qəbul eləsin, istər eləməsin, istər dost olsun, istər düşman olsun, hamısına ruzi verməklə rəhm eləyir. Nəinki insanlara, bir heyvanın, bir həşəratın, bir quşun öz balasına yem aparması, onu yemləməsi Allahın mərhəmətindən qaynaqlanır. Amma Allah Teala ayə və hədislərə görə axirətin rəhimidir. Yəni onun axirətdə olan mərhəməti xüsusidir. Çünki Allah Teala Qurani Kərimin Bəqərə surəsinin 25-ci ayəsində buyurur ki: Bismi Teala və bəşşirillezine amanu və amilussalihati enne lahum cennetin tecri min tahtihal ənhər. Ya Peyğəmbər, Allaha iman gətirən, salih əməl edən bəndələrimi altından çaylar axan cənnətlərlə müjdələ. Allahın bizi yaratması, bizə ən böyük nemət olan həyatı və nemət verməsi, bizi düz yola hidayət etməsi, Qur'anı bizim üçün göndərməsi, Peyğəmbəri göndərməsi bizim üçün bir rəhmətdir. Həzrət Əli əleyhissalamın bir hədisi var, buyurur ki, Allah sizi cəhənnəmdə yandırmaq üçün yaratmayıb. Sizin mükafatınız cənnətdir, özünüzü ucuz qiymətə satmayın. Yəni, bu ayədən, bu hədislərdən bəlli olur ki, bayaq dediyimiz kimi, Allah bizi düz yola hidayət etməsi Allahın bizə olan bir mərhəmətidir. Allahın bütün, belə demək mümkünsə, rəhməti hər şeyi əhatə edib. Allah Teala Ərəf surəsinin 156-cı ayəsində buyurur ki, mənim rəhmətim hər şeyi əhatə edib. Demək, Azərbaycan dilindən fərqli olaraq, ərəb dilində, indi Hacı çox gözəl bilir, şeyun sözünün mənası bütün canlı, cansız, insan da daxil olmaqla hamısını əhatə edir. Demək, Allah burada buyurur ki, mənim rəhmətim hər şeyi əhatə edib. Yəni, burada insanlar da daxil olmaqla digər canlıları, hətta cansızları əhatə edib. Məsələn, biz Peyğəmbərin hədislərinə nəzər yetirəndə görürük ki, məsələn, Peyğəmbər buyurur ki, əgər bir nəfər bir ağac əksə, onun meyvəsindən insanlar, quşlar, heyvanlar istifadə eləsə, bunun özü bir ehsandır. Baxın, bir insan ağac əkir.
onun ərsəyə gəlmək üçün müəyyən zamanda ona xidmət edir. Elə bu insanın dolayısıyla təbiətə olan mərhəmətidir. Məsələn, o ağac yetişib meyvə verəndən sonra bütün canlılar ki, ondan istifadə eləyirsə, bu insanın digər insanlara, canlılara olan bir mərhəmətidir. Peyğəmbər Həzrətləri buyurur ki, əgər bilsəniz ki, sabah qiyamət olacaq, yəni qiyamətin sabah qopduğunu bilsəniz belə ağac əkin. İslam dini vandalizmin əleyhinədir. Məsələn, biz dünyada müəyyən gedişatları görürük də, müəyyən prosesləri görürük. Amma Peyğəmbər Həzrətləri 1400 il bundan qabaq müəyyən müharibələrdən müharibələrə göndərdiyi insanları öz əshabına birinci tövsiyəsi olurdu ki, təslim olan insanlara əl qaldırmayın, yaralılara əl qaldırmayın, qocalara, uşaqlara, xəstələrə əl qaldırmayın, ağaclar kəsməyin, quyuları zəhərləməyin, evləri yıxmayın. Yəni, bunun Peyğəmbərimizin hətta düşmənə olan münasibətinin bariz bir nümunəsidir. Uhud döyüşündə Peyğəmbər Həzrətlərinin başını daşla yarırlar. Hətta qılıncla vurublar, zirək papağının, dəbilqənin zənciri üzün yaralamışdı. İndi baxın, bir Peyğəmbər düşünün. Elə bir Peyğəmbər ki, dua etsə Allah Taala onun düşmənlərinin, belə demək mümkünsə, nəslinin yer üzündən silər. Amma Peyğəmbər Həzrətləri əlin tutur qanının altına ki, qan torpağa tökülməsin. Əgər bir Peyğəmbər qanı torpağa tökülsə, demək Allahın əzabı o qövm üçün vacib olar. Peyğəmbər əlin tutur qanın altına dua eləyir, İlahi, bu qövmü bağışla. Mənim bu ümmətimi bağışla, çünki onlar bilmir. Düzdür, bəzi İslamofob qüvvələr İslama qarşı belə deyək, bəzi təbliğatlar aparır. Amma biz, bayaq siz dediniz kimi, biz Qurana diqqət eləsək, Peyğəmbərin həyatına diqqət eləsək, Əhl-i Beytin həyatına diqqət eləsək, biz görərik ki, əlbəttə ki, İslam dini sülh, əmin-amanlıq, mərhəmət dilidir. O insan pisliyindən əl çəkmirsə, mən niyə öz yaxşılığımdan əl çəkim? Bu yaxşılığın elə özü də bir mərhəmət hissidir, bir sevgi hissidir, bir bağışlanmaq hissidir. Yəni ona görə də həqiqətən də biz ona görə deyirik ki, mehriban və bağışlayan Allah. Yəni birinin bir günahı olanda, gəlib üzr istəyəndə bir-birimizə deyirik ki, Allahın qarşısına mən kiməm ki, Allah səni bağışlasın. Yəni, hər birimiz üçün həqiqətən də hər birimizin qəlbində mərhəmət hissi də var, sevgi hissi də var. Elə insanlar var, kinli, ködürətli də bağışlaya bilmirlər, amma biz Allahın qarşısında nə çarəyik ki, biz onun bəndəsini bağışlamayaq. Ona görə də bağışlanmağı, əfv olunmağı bacarmaq lazımdır. Hətta birinin əgər günah işlədirsənsə, onun qarşısına gedib öz günahını boynuna alıb, ondan əfv diləyirsənsə, elə onun özü də böyüklükdür. Yaxşılığa doğru addım atmaq deməkdir. Qarşısındadır, şübhəsiz ki, səni bağışlayacaqdır. Növbəti belə bir sual vermək istəyərdim. Mərhəmət hissini ailədə və cəmiyyətdə necə gücləndirmək olar? Mərhəmət hissini ilk növbədə insan özü həyatında yaşamalı. Yəni, İslam Peyğəmbərimiz, İslam dinini, yəni İslam Peyğəmbəri, çünki insanlara çalışır, həyatında İslamı yaşasınlar. Əgər bir insan İslamı yaşayırsa, o mərhəmətli olacaq, o rəhimli olacaq, o heç vaxt o kiməsə qəzəbli olan deyil. Çünki ailədə gücləndirmək üçün birinci özü nümunəvi olmalıdır ailə başçısı və özü o İslamın qanunlarına mərhəmətli olmağı birinci özündə ailədə o övladın, ailənin o hüquqlarını qorumalı, tapdalamamalıdır. Əgər bir ailədə mehribançılıq yoxdursa, ailədə narahatçılıq varsa, dedikodu varsa, əgər o ailədə mehribançılıq ola bilməyəcək. Yəni, bu ailə birinci başçısından asılıdır ki, dini qaydalara əməl etməklə hansı yolla getmək, yəni ki, ailədə insanlara, öz ailəsinə, öz əməllərində göstərməlidir. Və sonra o insan, necə ki, bir ağacı əkirik, biz ondan məhsulunu götürürük. O övladlarımız, ailəmiz bizim elə bir tarlamızdır, bir bağçamızdır. Orada əxlaqa üstün, davranış əxlaqlarına diqqət olunmalıdır ki, və ehtiyacı olanlara köməklik olunmalıdır. Və bunu da görən övladlar ondan nümunə götürərək başqalarına kömək etməyi
özlərində bir məhsul, vəzifə kimi anlamalıdır. Quranda Ali İmran surəsinin 134-cü ayəsində Allah Teala buyurub, bir insan qəzəblənəndə, bəzən insan qəzəblənir, ailədə o mehribançılığı, rəhməti, uşaqlar olan sevgini parçalayır, dağıdır. Amma Allah Teala ayədə buyurur ki, bir insan əgər qəzəbləndiyi halda o öz qəzəbinə hakim ola və o qarşıdakı onu qəzəbləndiribsə, onu bağışlaya, Allah Teala ən sevdiyi əməllərdən budur ki, bu kimi insan həyatda yaşayır. Yəni ki, əsas odur ki, bağışlamaq, kin-küdrət saxlamamaq. Yəni bu kimi nümunələr övladın, ailənin təməlinin möhkəmlənməsinə səbəb olar və hər bir övlad da ailədə valideynin keçdiyi yolu. Yəni ki, xüsusən də kiçik yaşda övladlar ona elm öyrətməklə yox, onlar valideynin etdiyi, həyatda yaşadığı o yaşayışı özlərinə bir nümunə olaraq götürür. Amma o böyüdükdən sonra artıq elmli də olur, elmi artırır. Yəni ilk növbədə ailə davranışları və əxlaqi normalara riayət olunmalıdır. İnsan ailədə valideyn övlad münasibətləri və cəmiyyətdə yaxşı əməllər sərgiləməklə, yaxşılıqlar etməklə həm ailədə, həm də cəmiyyətdə o İslamın əsas şərtləri olan ədaləti, mərhəməti insanlara çatdıra bilərlər. Yəni, o ailə dəyərlərinə siz aydınlıq gətirdiniz, toxundunuz. Yəni, o mərhəmətdə, şiddətdə, qorxuda, sevgidə, bağışlanmaqda elə ailədən başlayır. Yəni, bu gün ailədə bir övlad ata-ana tərəfindən sevgi ilə əhatə olunursa, o sözün həqiqi mənasında sevgi ilə yaşayacaqdır, mərhəmət hissi ilə yaşayacaqdır, insanlara qayğı ilə yanaşacaqdır. Bir övlad əgər bir evdə ata-ana tərəfindən şiddətə uğrayırsa, o zaten qatil olacaq, travma ilə böyüyəcək. Çünki o uşağın qəlbində məhəbbət hissi olmur. Yəni, biz bilirik ki, hər bir şey ailədən başlayır. Sevgidə, nifrətdə, məhəbbətdə, bağışlanmaqda hər bir şeyi bu gün ailədə valideynlər öz övladlarına verməlidirlər. Biz düşünək ki, bugün bu övladlar dünyaya gəlir. Biz niyə düşünək ki, gəlin, övladı mən böyüdürəm, boya-başa çatdırıram, əziyyətini çəkirəm, mən qocalanda mənə baxsın. Bəs nə əcəb düşünmürük ki, mən bu övladı böyüdürəm, cəmiyyətə xeyirli bir övlad olsun. Gəlin, belə düşünək. Yəni, bax, buradan bir yola çıxırıq ki, yəni, ailədə böyüdülən övladları biz tək özümüz üçün yox. Cəmiyyətdə övladlarımız ailənin güzgüsüdür. Hər bir övlad cəmiyyətdə o ailəni təmsil edir. Ailədə valideyn övladının qüsurunu ört-basdır edə bilər. Amma cəmiyyət onu axı görür. O baxımdan, yəni biz bilirik ki, həqiqətən də hər bir şey yəni ailədən başlayır. Ona görə də ailələrimizdə, o gənc qurulan ailələrdə də hövsələli olmalıdırlar, övlada sevgi verməlidirlər. Qurani Kərimdə keçən dəfə biz verişlərimizin birində buna aydınlıq gətirdik, övlad-valideyn münasibətlərinə. Yəni, mövzudan kənara çıxmırıq. Zaten hazır bu mövzuya toxundu, ona görə mən misal çəkirəm. Yəni, biz göstəririk ki, övladlarınıza sevgi ilə yanaşın, məhəbbət verin, sevgi verin və bunun müqabilində isə övladlarınız da bundan arxayın düşməməli. O övlad da öz mərhəmətini, öz sevgisini, qayğısını valideynindən əsirgəməməlidir. Buyurun. Ailənin özü elə balaca bir cəmiyyətdir. Bala, kiçik bir dövlət adlandırırıq, bəli. Sonra cəmiyyətin də əsasını elə ailələr təşkil edir. Bəli, bəli. Ailədə düzgün övlad yetişdirilsə, düzgün tərbiyə olunsa, cəmiyyətimiz də düzgün olar. İslama görə hər hansı bir ailə qarşılıqlı sevgi, razılıq, güvən və məhəbbət əsasında qurulmalıdır. Ailə çünki bir yuvadır və o ailədə dünyaya gələn hər hansı bir övlad müəyyən qayğı və mərhəmətlə əhatə olunmalıdır. O mərhəməti öz valideynindən görməlidir ki, birinci özündən sonra elə o valideynlərinə, həmin valideynlərinə, həm də öz övladına, ailəsinə və cəmiyyətin digər üzvlərinə göstərə bilsin. Yəni, bu şiddət görübsə, istər-istəməz siz dediyiniz kimi, bu travma ilə böyüyübsə, bu travma, biz cəmiyyət arasında olan insanlarıq da, baxırsan ki, valideyndən şiddət görən övlad birinci o şiddəti öz ailəsinə göstərir, yaşadır. Biz bunların şahidi olmuşuq və oluruq. Ona görə də İslam deyir ki, demək ailədə olan
övlad o mərhəməti valideynindən görməlidir, xüsusən atadan. Və övladın tərbiyəsində də iki valideynin, üzrəm ər və arvadın bir-birinə olan münasibəti böyük rol oynayır. Çünki övlad birinci atasını görür, anasını görür. Atasının anasına olan münasibətini görür və anasının atasına olan münasibətini görür. Çünki elə bu, belə demək mümkünsə, bunun özü də bir tərbiyə üsuludur. Demək, ən çox İslama görə ata demək ailənin hakimidir. O demək deyil, despotluq eləməlidir. Yox, düzdür, çoxsu bunu başqa cür başa düşür. Amma bunu da biz düşünməliyik ki, ana da həmin hakimin vəziridir, həmin hakimin müşaviridir. Və bunların arasında olan münasibətdə dediyimiz ki, uşağın tərbiyəsinə böyük rol oynayır. Məsələn, Peyğəmbər Həzrətləri nəvələri İmam Həsən və İmam Hüseyn əleyhissalamı baxırsan, görürsən ki, hədislərdə var, çiyninə alırdı. Namaz qıldığı yerdə gəlib belinə minirdilər. Hətta bir yerdə İmam Həsən əleyhissalamı öpdü, yəhudilərdən biri gördü və o Peyğəmbərin öz nəvəsinə olan münasibətdən təsirləndi. Dedi, ya Peyğəmbər, biz övladlarımızı öpməliyik. Dedi, yox, bizim dinimiz demək kiçiklərə qayğı, mərhəmət, böyüklərə hörməti bizə aşılayır. Demək, Peyğəmbərimiz də bu dini ən çox öz əməlləri ilə insanlara çatdırıb. Və Quran-ı Kərimdə biz İsra surəsinin 23-cü ayəsində nəzər yetirsək, Allah Teala məalən bizlərə buyurur ki, Peyğəmbərə birbaşa buyurur. Deyək, ya Peyğəmbər, sənin Rəbbinin əmri odur ki, yalnız ona ibadət edin və valideynlərinizə ihsan edin. Onların ikisi və ya biri sənin yanında, sizin yanınızda qocalığın son həddinə çatsalar, onlara uf belə deməkdir. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, əgər Allah Teala uf kəlməsindən də belə demək mümkünsə başqa bir kəlmə yaratsaydı, buyurardı onu da demək. Onların yanında səsinizi qaldırmayın. Növbəti ayədə buyurur ki, onları mərhəmət qanatlarının altına alaraq belə dua elən. İlahi, necə ki bunlar məni tərbiyə edib boya başa çatdırıb, sən də bu ikisinə rəhm elə. Demək, bu mərhəmət, bu əfv duyğuları, hissi ailədə formalaşır. Ona görə də bizlər övladlarımızla münasibətdə fikir verməliyik. Peyğəmbər buyurur ki, qız uşaqlarınızı bağrınıza basın. Onların alınlarından öpün, onlara sevgi verin, şəfqət verin, mərhəmət verin. Həmən o qız uşaqları sabah bir ailənin xanımı, bir ananı olacaq, bir ömürgün yoldaşı olacaq, bir nənə olacaqlar. Yəni, bugün elə ailələr vardı ki, bəzən görürsünüz ki, övladın üstündə mən səni oxutmuşam, mən səni əziyyət çəkmişəm. Artıq o uşaqda mərhəmət hissi olmur. Düşünür ki, məni dünyaya gətirən atam, anam mənə qarşı belə qəddarcasına elədiyini mənə üzümə vurmaqla məni böyüdürsə, mən yaşayıramsa bu evdə, demək belə yaşamaq lazımdır. Amma əksinə o övlad xoşbəxtdir ki, ata-ana məhəbbəti, mərhəməti, sevgisi görür. Elə həmin mərhəmət içərisində böyüyən övladlar da cəmiyyətdə hansısa bir sahənin iş başında olanda da elə hamıya mərhəmət hissi ilə yanaşırlar, sevgi hissi ilə yanaşırlar. Allah Teala hər birimizin qəlbində mərhəmət hissini gücləndirsin və bir-birimizi bağışlamağı bacaraq. Çünki bağışlanmaq biz bilirik Allah Teala'dandır. Yəni Allah Teala bizim günahlarımızdan keçsin, həmişə günahlarımızı biz boynumuza alırıq. Çünki elə bir insan yoxdur ki, onun günahı olmasın. Ona görə də Allahdan günahlarımızın əfv olunmasını diləyirik. Və elə söhbətimizin bu məqamında istəyərdim ki, Qurani Kərimə bir nəzər yetirək. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnellezîne âmenû vellezîne hâcerû ve cahadû fî sebîlillâh. Ulaîke
يرجون رحمة الله والله غفور رحيم صدق الله العلي العظيم. Bəqərə surəsinin 118-ci ayəsində Allah Taala belə buyurur. Həqiqətən o insanlar ki, Allaha iman gətirdilər və Peyğəmbərlə birlikdə bərabər hicrət elədilər Məkkədən Mədiniyə və İslam dini yolunda cihad elədilər. Onlar Allahın rəhmətinə ümidvar oldu. Allah Taala rəhm edən bağışlayandır. Çox sağ olun, minnətdarıq. Allah razı olsun. Və yenə bir neçə sualımız vardı. Belə bir sual vermək istəyərdim sizə. Əfv etmək zəriflikdir, ya mənəvi gücün göstəricisidir? Allah Taala Quranda Ərəf surəsinin 199-cu ayəsində buyurub Peyğəmbərimizə: "Ya Rasulum, sən əfv yolunu tut və bağışlama yolunu tut və cahil insanlardan uzaq ol." Yəni əfv etmək acizlik yox. Hətta Peyğəmbərimiz Məkkəni fəth edəndə orada ona qarşı çıxanlar, ta İslam dini Peyğəmbərimizə veriləndən, gələndən ona qarşı çıxırdı. Əbu Süfyan digərləri ona qarşı çıxdılar. Çox döyüşlər keçirildi. Amma orada Peyğəmbərimiz Məkkəni fəth edəndən sonra orada hamını əfv elədi. Dedi, mənim sizə heç bir izaradım yoxdur. Bugün sizi hamınızı əfv edirəm, bağışlayıram. Yəni orada Peyğəmbərimiz güc sahibi idi. İstəsə bunu etməzdi. Amma buna baxmayaraq onu əfv elədi, insanlara rəhm elədi, bağışladı və heç kəsi cəzalandırmadı. Ən gözəl əməllərdən fəzilətlisi odur ki, insan iqtidarı olduğu vaxtında bağışlayandır. Və İmam Əli əleyhissalam da Cəməl döyüşündə, o ki, döyüşdə qalib olandan sonra o bəzi insanlar o döyüşdən qaçdılar və orada onları əfv elədi. Yəni o göstəriş verdi ki, o qaçanların dalınca gedib tutub onu öldürməsinlər və onların mallarını qənimət kimi götürməsinlər və özlərini də əfv elədi. Yəni ki, əfv etmək o güc, qüdrətdə, yəni ki, acizlikdən deyil. O insanın böyüklüyündəndir, dəyərindəndir. Yəni dəyərli bir əməllərdir ki, insan əlində imkan olduğu vaxtda bağışlasın, bağışlamağa daha üstünlük versin. Əfv etmək, bağışlamaq mərhəmət hissindən doğan və bütün peyğəmbərlərə məxsus bir xüsusiyyət. Allah Taala Qurani-Kərimdə bir neçə yerdə Peyğəmbər Həzrətlərinə buyurur ki, sən pisliyi yaxşılıqla dəf et. Çünki belə etdiyin halda qarşındakı insanı özünə dost görərsən. Bunun bir misalını biz Qurani-Kərimdə Yusif Peyğəmbərin qissəsində də görürük. Qardaşları paxıllıq, həsəd üzündən Yusif Peyğəmbəri quyuya atırlar. Amma üstündən bir müddət keçəndən sonra Yusif Peyğəmbər artıq Misirin əzizidir, qardaşları gəlib ona ehtiyaclı olduğu halda Yusif Peyğəmbər onların hamısını bağışlayır və onlara ikram eləyir, onlara ehsan eləyir, onlara əl tutur. Və biz burada görürük ki, ən çox insan güclü olduğu təqdirdə bağışlanması daha məqsədə uyğundur. Daha böyük səbəbi var. Deyir, yaxşılığa yaxşılıq hər kişinin işidir. Yamanlığa yaxşılıq hər kişinin işidir. Ona görə də Hacı Peyğəmbər Həzrətlərinin Məkkəni fəth etməsindən danışdı. Görün, bir Peyğəmbər düşünün, 23 il o qövm Peyğəmbərə qarşı mübarizə aparır. Onun ardıcılların əsir tutur, əzab verir, hətta öldürüb, şəhədədə çatdırıb, onları bağışlayır. Əmisi Həmzəni şəhadətə çatdıran Vəhşini bağışlayır. O Vəhşiyə o tapşırığı verənləri bağışlayır. Yəni Peyğəmbər Həzrətləri bu əməli ilə bizə çatdırır ki, insanın qəlbində kinə yer olmamalıdır. İnsanın qəlbində digər insanlara qarşı mərhəmət hissi olmalıdır. Və bunu biz İmam Hüseyn əleyhissalamın Kərbəla məktəbində də görürük. Keçən verilişlərimizdə bu mövzuya toxunduq. Hür İmam Hüseyn əleyhissalamın qarşısını kəsir, onun Kərbaladan çıxmasına maneçilik törədir və sonda gəlir İmam Hüseyn əleyhissalamın qarşısına deyir ki, mən tövbə eləmək istəyirəm.
mənim tövbəmi qəbul dedi, get, Allah sənin tövbəvi qəbul etdi. Mən də səni bağışladım. Dedi, yox, mən sənin qarşında özüm və övladımla mübarizə aparıb şəhadata çatmalıyım. Burada Hürrün İmam Hüseyin əleyhissalama tərəf, haqqa tərəf yönəlməsində İmam Hüseyin əleyhissalamın bu xüsusiyyəti, bu əxlaqi xüsusiyyəti böyük rol oynayır. Quranda Allah Teala Peyğəmbərə buyurur ki, Allahın rəhməti ilə sən ətrafında olanlara qarşı yumşaq davrandın, qaba ürəkli, qəpli olmadın. Belə olsaydı onlar sənin ətrafından qaçardılar. Bu demək, bundan belə deyək, məna əldə etmək olar ki, Peyğəmbərin ətrafında insanların birləşməsində Peyğəmbərin elə digər insanlara qarşı mərhəməti böyük rol oynamışdır. Mərhəmət ilə ədalət arasında İslam necə tarazlıq yaradır? Ədalət yəni ki, insan haqlarına hörmət, ehtiram, yəni ki, haqlını haqlı kimi, haqsız haqsız kimi, günahkarı günahkar kimi tanımaqdır ədalət. Amma mərhəmət isə, mərhəmət ehtiyacı olanlara insanın köməklik etməyi, yardım etməyi, bu mərhəmət hissləridir. Bu gözəl hər ikisi gözəl əxlaqlardan biridir. Çünki əfv eləmək, bağışlamaq, mərhəmət, Peyğəmbərimiz buyurur ki, siz çoxlu əfv eləyin, bağışlayın. Nə qədər sizə pislik eləsələr də bağışlayın. Çoxlu deyir, siz əfv eləyin, çünki əfv etmə insanın ömrünü uzadar. Və digər bir hədisində Peyğəmbərimiz buyurur ki, deyir, siz bağışlayın, bağışlamaq insanın qəlbindən kini küdərdə aparar. Yəni, əslində biz bu İslamın hökmlərinə biz riayət edəsək, çox gözəl, heç bizə kimsə nəyəsə göstəriş verməyə ehtiyacı olmaz. Amma eləmədiyimizə görə misal olaraq bir misal sizə deyim. Biz mən deyirik, mən bunu elədim, mən bunu. Amma Allah Teala yeri göy yaradan Allah Teala bizim ruzimizi verən, qiyamət günü əməllərimizdən sorğu sualı götürən Allah Teala bu boyda güc qüdrət sahibi mən demir, biz deyir. Yəni, hədəyinə, razaqına, biz hidayət edirik, biz ruzi veririk, biz öldürüb, biz dirildəcəyik. Amma biz insanlar mən deyirik, mən də bizim bütün işlərimizi məhv edir. Yəni ki, biz nə olar deyək ki, məsələn, mənim yoldaşım, Hacı Faiq dostum məndən yaxşı insandır, yaxşı Quran oxuyan, yaxşı ibadət edəndir, yaxşı əməl sahibidir. Biz bax, qarşıdakını belə görsək, bu şəkildə olsa, ona kin qüdrət bəsləməliyik. Amma mən yaxşıyam ondan, mən də təbii ki, yaxşı ola bilmənəm axı. Yəni, siz bu sözünüzdə bu qüvvət, bu içərisində mən olan insanlar kinli insanlardır və qarşısındakını yaxşı görməyən insanlardır. Özündən, hər bir kəsi özündən aşağılaşdıran və aşağı görən şəxslərdir. Çünki o insanın qəlbində mərhəmət yoxdur. Mərhəmət olan insanlar heç vaxt mənəm demir. Deməyəcək. Mərhəmət olan insanlar heç vaxt özünü başı üçün Peyğəmbərimiz buyurur ki, deyir, mömin, Allaha tam iman gətirən insan özünü sağında, solunda əyləşən insanları özündən üstün bilər. Amma yox, özünü onlardan üstün bilsən artıq bu təkəbbürlük əlamətidir. Allahın da sevmədiyi bəndələrindən biri də təkəbbürlü olan insanlardır. Təkəbbür olan insanlardır. Biz, yəni ki, bu mərhəmətlə ədaləti bir yerdə yaşasaq, bir yerdə əməl etsək, gözəl bir həyat yaşarıq, gözəl cəmiyyətimiz gözəl həyatda yaşayır. Buyurun. Bir insan, təkəbbürlü insan, mənəm deyən insan ədalətli ola bilməz. Onun ədaləti yoxdursa, mərhəməti də ola bilməz. Çünki ədalət və mərhəmət bir-birindən qaynaqlanan xüsusiyyətlərdir. Biz Üsul-i-Dinin 2-ci maddəsinə diqqət etsək, görürük ki, Allahın belə demək mümkünsə, ikinci əsas xüsusiyyətləri ədl, yəni ədalət olmalıdır. Onun bütün məxluqata qarşı mərhəməti, rəhməti onun ədalətindən, belə demək mümkünsə, qaynaqlanır. Allah Teala Quran-ı Kərimdə bizlərə buyurur ki, hətta özünüzün, hətta ən yaxınlarınızın əleyhinə olsa da belə ədalətli olun. Əgər deyək ki, bizi bir yerə çağırıblar, biz orada nəyinsə baş verməsinə demək istəyirik. İndi biz orada ədalətli olmalıyıq. Bunu bizdən, bizim dinimiz tələb edir. Mən bir hadisə, tarixi hadisə yadıma düşdü. Demək, İmam Əli əleyhissalamın xəlifəliyi dövründə bunun zirehi itir. Bu növbəti döyüşlərin birində baxır ki, bu zirehi xristiyan bir kişinin əynindədir. Yaxınlaşır buna, deyir ki, bu zireh mənimdir. Həmin kişi qadir ki, ya Əli,
Mən demirəm sən yalan deyirsən, iddia eləmirəm, amma bu zireh mənimdir. Həzrət Əli əleyhissalam bunu məhkəməyə verir. Belə demək mümkünsə, məhkəməyə müraciət edir. Gəlirlər, İslami qayda qanunlara görə məhkəməyə müraciət edən şəxsin 4 dənə şahidi olmalıdır. İndi burada buna bir diqqət eləyək. Həzrət Əli əleyhissalam orada 4 yox, ən azı 10, 50, yüzlərlə şahid gətirə bilərdi ki, bu zireh bunundur. Amma şahid gətirmədi. Şahid gətirmədiyinə görə orada hakim Həzrət Əli əleyhissalamın əleyhinə hökm verdi. İndi burada həmin o xristiyan zirehi götürür, gedir. İndi o tarixçi alim bu səhnəni çox gözəl təsvir eləyir. Deyir, həmin o xristiyan bir söndü baxdı dövrün xəlifəsinə. Bir söndü baxdı bu xəlifənin özü təyin etdiyi hakimə və o dövrün xəlifəsini məhkum edən məhkəməyə baxdı. Həzrət Əli əleyhissalamın ədalətindən çox burada mərhəmət etdi əslində o şəxsə. Amma burada belə demək mümkünsə, Həzrət Əli əleyhissalamın mərhəməti ədalətindən bir addım önə çıxdı. Biz həmişə Allaha dua eləyəndə deyirik ki, ya Allah, bizlə ədalətindən çox rəhmətinlə bizlə müamilə elə, bizlə rəftar elə. Çünki biz axı bilirik, müəyyən günahlarımız var. Əsas Allah bizlə ədalətlə rəftar edəsə, müamilə eləsə, günahımız çoxdur. Ona görə biz Allahın ədalətindən çox mərhəmətinə sığınırıq. Ona görə də bizlər belə demək mümkünsə elə birinci özümüzə qarşı, ailəmizə qarşı, ətraf insanlara qarşı, cəmiyyətə qarşı mərhəmətli olmalıyıq. Çox sağ olun, minnətdarıq maraqlı söhbət üçün, hədis üçün, Qurani Kərimdən oxuduğunuz surəyə görə və istəyərdik ki, ənənəyə sadiq qalaraq verişimizin sonunda yenə bir dualaq. Sən özün bizlər torpaqlarımız uğrunda canlarını fəda etmiş şəhidlərin ruhlarını şad elə. Əskərdə olan əskər balaların sirr simayətində qoru saxla. Allah Teala qazilərimizin şəfasını acilən əta eləsin. Gələcək həyatımızı gözəl eləsin. Allah Teala ölkəmizi, dövlətimizi əmin-amanlıqda qərar versin. Gələn xəta bəlalardan ölkəmizi, vətənimizi qorusun. Allah Teala gələcəyimizi uğurlu, xeyirli, bərəkətli günlər nəsib eləsin. Amin. Amin Allah, çox sağ olun, minnətdarıq. Həm veriş boyu gözəl, maraqlı söhbətiniz üçün və verişimizin sonunda etdiyiniz dua üçün və etdiyiniz duaya isə biz min kərə amin deyib sizə özləri minnətdarlığımızı bildiririk. Əziz tamaşaçılarımız, Allah Teala'ya üz tutaq və dilək diləyək ki, Allah Teala öz mərhəmət qapılarını biz insanların üzünə açsın. Biz insanların üzünə açsın ki, biz daha çox mərhəmətli olaq, bağışlamağı bacaraq, insanlara şəfqət, mehribançılıq edək, onlara maddi və mənəvi köməklik göstərək və ən əsası odur ki, Allah Teala'nın məhəbbətini qazanaq. Hər bir kəsin qəlbində Allahın məhəbbətini, sevgisini arzulayıb və sizinlə sağollaşıb Allah amanında deyirəm.